Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərindən səhifə 70-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 3 tapşırığında deyir ki, buta mətnə əsasən fikirləri əsaslandır. 1. Buta od alov rəmzi olaraq qəbul edilir. Çünki buta alov diliminə bənzəyir. 2. Buta naxşı tovuz quşu təsviri ilə bağlıdır. Cavab olaraq deyirik ki, xalçalardakı tovuz quşu təsvirləri butu ilə əvəz edilib. 3. Buta 9 rəqəmindən yaranmışdır. Çünki 9 müqəddəs rəqəm kimi tanınır. Niyə müqəddəs rəqəm kimi tanınır? Çünki o yeganə rəqəmdir ki, istənilən bir rəqəmlə ədədə vurduqda o ədədin rəqəmləri cəmi 9-a bərabər olur. Ancaq mətndə yazılmamışdı bir rəqəmli ədədlər. İstənilən ədədə vurduqda yazılmışdı. Ancaq məsələn 2 rəqəmli ədədə vursaq, ondan başqa. Məsələn 9 vurulsun 11 tutaq ki, eləyəcək 99. Eləyəcək 99, 9-dan da 9, 18 eləyir. Ona görə cavab bir rəqəmli ədədləri 9-a vuranda. Məsələn, 9 vur 3, 27, 2 üstə 7, 9. 9 vur 4, 36, 6 üstə 3, 9. Və naxışların dili adlı mətn əsasında naxış adlarının uyğun nömrələrini yaz və rənglə. Bir baxaq, bir nədir? Həndəsi naxışdır. İkinci heyvandır. Üçüncü isə nəbatidir. Gəlin biz indi ardıcıllıqla gedir, elə deyil. Aha, gəlin biz də elə eləmək. Aha, gördünüz? Mən boş birincini eləyəcəm, sizdən yana sonraları artıq davam etdirəcəksiniz. Aha, baxaq, belə eləyir. Orada neynir? Bunlar mavidir, bu xətlər. Bunların hamısını neynirik? Maviyə çeviririk. Aha, bundan işimiz nə oldu? Qutardı. İndi keçirik digərlərə. Bir dəqiqə. Qırmızı rəng də daxil gəlin bunları artıq qırmızı eləyək. Belə qırmızı. Bu da qırmızı, bu da qırmızı. Bu da. Və bu xətlərdə nədir? Elə qırmızıdır. Bunlardan enirik, qırmızı rəngə boyayarıq. Aha, oldu. İndi qırmızı rənglə həm də nələr var burada? 8 güşəli ulduz var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Hə, 8 güşəlidir. Bu təsvirdən həm də orada var Azərbaycan bayrağında 8 güşəli ulduzdan da istifadə olunub. İndi bu birisi yerlər hamısı nədir? Sarı rəngdir. Bunu həm də nədən keçirik biz? Riyaziyyatdan. Riyaziyyatda buna bənzər nə var? Ornamentlər. İndi baxın. Bu nədir? Bu da həmçinin bir ornamentdir. Ornament nəyə deyilirdi? Bir-birinə birləşməlidir. Yəni orada heç boşluq olmamalıdır. Burada boşluq var, yoxdur.
Həndəsi ornament necə ola bilər? Təkrar ola bilər, güzgü əksi ola bilər, dönmə ola bilər və s. Yəni bunlardan. Ay, indi baxın. Burada nədir? Təkrardır. Yəni bu da bir nədir? Həndəsi ornamentdir. Ona görə birinci nədir? Həndəsi ornament. Yəni 2. İkinci nədir? Birinci, yəni heyvandır. Görürsüz burada bir nə təsvir olunub? Dəvə. Dəvə nəyi bildirirdi? Ə, yəni Azərbaycanın mühüm karvan yolları üzərində yerləşdiyini bildirirdi. Yəni Azərbaycan ticarətin mərkəzi olub onu bildirir. Üçüncü ilə 3-dür nəbati naxışlar. Baxın, nəbati burada nədir? Pambıqdır. Görürsüz, yəni pambıq pambıq nədir? Bitkidir. Və ona görə də bu nədir? Nəbatidir. Aha. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.